Ayın 1-i birinci qrupların qəbul imtahanında iştirak etmiş sualın izahına baxırıq. Sağ tərəfdə dim test toplusunda həmin sualın oxşarının şəklini vermişəm. Və 35-ci sualda bizə deyir ki, kvadratın mərkəzində elektrik sahəsinin intensiv vektoru hansı istiqamətdə yönəlmişdir? Gəlin yükləri işarələyək. 1, 2 və 3, 4. Deməli, mənfi yük üçün kvadratın mərkəzində intensivlik vektoru özünə doğru yönəlir. İkinci yükümüz də mənfidir. Yenə özünə doğru yönələcək nöqtədən. Üçüncü yükümüz müsbət yükdür və müsbət yük üçün biz bilirik ki, nöqtədən intensivlik xətləri çıxır. Dördüncü yükümüz də müsbətdir. Yəni nöqtədən intensivlik xətləri çıxacaq. Paralleloqram qaydasına da əsasən yekun elektrik sahəsinin intensivlik vektoru üst istiqamətdə yönələcək. Cavab olacaq A variantı.